Amerika Birləşmiş Ştatları, Çin, Avropa Birliyi və ümumiyyətlə bu dünyada ticarət və tarif müharibələri götürsək, təbii ki, bütün dünyaya təsir edir. Azərbaycan bir adada yerləşmir. Təbii ki, dünyada baş verən proseslərin dalğavari şəkildə Azərbaycana təsirləri də həmişə olub. Bundan sonra da olacaq. Amma Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, digər kiçik, ərazicə kiçik ölkələrdən Azərbaycanın böyük valyuta ehtiyatları var. Və özünün bir sığortası var və təhlükəsizlik yastığı var. Ona görə də dünyada baş verən dalğalanmalar Azərbaycanda amortizasiya etmək bunları o qədər də çətin olmur. Amma problem nədir? Qlobal problem nədir? Amerika yeni administrasiyasının əsas hədəflərindən biri ucuz neft erasının başlanılmasıdır. Bunun da öz səbəbləri var. Amerika Birləşmiş Ştatları həm neft istehsalçısıdır, dünyada birinci yerdədir. 13,6 milyon barel hər gün neft hasil edir və ən böyük də istehlakçıdır. Hər gün təqribən 17-18 milyon barelə yaxında neft istehlak edir Amerika Birləşmiş Ştatları. Buna görə də Trump administrasiyasının, yeni administrasiyasının əsas hədəfi ondan ibarətdir ki, həm daha çox neft hasil olunsun Amerikada,